Felek bahar getirer. Bakıp bu sevgimize Həsrət özün itirer. Her karlı kıştan sonra Felek bahar getirer. Bakıp bu sevgimize Həsrət özün itirer. Seni elə severem, ayrılık köks ötürer. Ayrılıklar alabilmez seni benim elimden. Seni elə severem, ayrılık köks ötürer. Ayrılıklar alabilmez seni benim elimden. Alabilmez, 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 alabilmez. Ayrılıklar alabilmez seni benim elimden. Ne sen neler çekerim, ne kimseye veremem. Ayrılıklar alabilmez seni benim elimden. Alabilmez, 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 alabilmez. Ayrılıklar alabilmez seni benim elimden. Alabilmez, alabilmez. Allah'ın rəvac verməz yəqin ki ayrılığa. Ayrılıklar Sən də boyun əyərsən çətin ki ayrılığa. Səni sənə vermərəm, nəyin ki ayrılığa. Ayrılıqlar ala bilməz səni mənim əlimdən. Ayrılıqlar ala bilməz səni mənim əlimdən. Teşekkür edirik Şəbnəm sağ xanım. ol Kamran bəy, Ayrılıqlar çox sağ ol. ala bilməz səni məndən. Kimin mahnısıdır bu? Sözləri kimindir? Aranjman kimə Sözləri məxsus? Hüseyin Muxtaroğlu'nundur, Aha. şairimiz, gənc şairimiz. Aranjman isə Elnur Cəbiyevə aiddir. Elnur Cəbiyev. Bəli. Xeyirli uğurlu olsun. Mən çox Çox bəyəndim. sağ ol. Bəli, bunu İntiqam müəllim də təsdiqləyir. Bəli, mən Çox sağ ol. nömrələri xahiş edəcəm rejissordan təqdimə 055 866 44 64. WhatsApp nömrəmizdə yazın, fikirlərinizi bizimlə bölüşün. Burada bir SMS-lər var. SMS-ləri səsləndirim. Salam Kamran müəllim, sabahınız xeyir olsun. Sizin bu kanalınız uzun ömürlü olsun inşallah. Şəbnəm xanıma da salamlar. Gözəl günlər arzu edirik. Zərgələm xanım. Tanıyırsınız Zərgələmi? Mikrofona zəhmət olmasın. Zərgələm. Zərgələm xanım mənim anamdır, məni dünyaya gətirən qadındır. Öpürəm Ananızdır. əllərindən, bəli. Allah Çox can sağlığı sevinirlər versin. uğurlarıma, Zərgələm bütün xanım. valideynlər Əllərindən kimi. öpürəm. Atama, anamı öpürəm, bağrıma basıram. Nə qədər ki onlar var, bayaq müəllim dedi, çox güclüyəm. Kamran, mənim üçün ev, maşın, ilkdə onlardır, sonra inşallah. Böyüyəndə evdə olacaq. Böyüyəndə. Böyüyəndə. Sənətdə böyüyəndə, yoxsa ümumiyyətlə? Yəqin ki, sənətdə. Şükür Allah, sənətin də göz qarşısındadır. Yəni bunu Çox sağ mən ol. demirəm, bunu hər kəs deyir. Deməli, burada salam sabahınız xeyir olsun. Şəbnəm xanıma uğurlar arzu edirəm. Gəncədən Kəmalə xalası yazıb. Kəmalə Hə, xalası. Kəmalə xalam, salamlayıram, Gəncəni də salamlayıram. Bütün bölgələrimi salamlayıram. Mənim deyəsən bütün nəslim maşallah hamısı oturur burada. Salamlarımızı çatırır bizdə. Meyxanalar, Bir çox müğənnilər elə musiqili meyxana ilə elə. musiqili meyxanalar biraz elə bir ki, dəyişiklik musiqiyə də təsir elədi. İnsanların elə bir Tanınmağında, irəli getməyində, sevilməyində. irəli getməsi, məncə irəli getməsin hər nə gəldi oxumaq lazımdır. Amma hər nə gəldi oxudular mı irəli Ha, getdilər? irəli, vallahi? siz necədir, zövqlər var da. Adam başıb orada baxırsan ki, baxışı 10 milyondur. Onun 9 milyonu gülmək üçün baxıb ona. Gülmək üçün Hə, baxıb. Amma əsas odur ki, baxıblar. Hətta baxıblar, indi əsas o baxmağa baxıb. Şəbnəm, oxumaq istəyirsən musiqili meyxana? Ümumiyyətlə, meyxanaçılarla nəsə bir duet, belə deyək də, fikirləşirsən, yoxsa təklif var mı ümumiyyətlə Əslində mən meyxanaçılarla? muğam amma Alınmaz, ruhuna uyğun deyil. Və İntiqam Almaq müəllim, üçün bizə İntiqam müəllim təklif elədi. Təklif eləyə bilərsiniz İntiqam müəllim canlı efirdə nəsə. Xanıma böyük hörmətim var, xətrim də çox istəyirəm. Onlar mümkündür, yoxsa? Yox, mən xanımla oxumaq yəni mənim fikrimdə yoxdur, amma Şəbnəm xanıma dəstək olaraq həmişə. Yəni duet ola bilər. Niyə olmur ki, nüşdə olmasın Şəbnəm, gözlürdü. Niyə olmasın ki? Amma mən açığı deyirəm ki, yəni xanımla oxumaq, o birisi necədir? Mən onunla bir
məclisə sonra başlayacaq getməyə, belə. Sözdə şayələr olacaq. Yox, şayələrdə məni olsa tanıyan adamlar tanıyır. Yəqin ki, mən də elə adam seçərəm ki... Amma Şəbnəm ürəyincədir. Şəbnəm xanım, mən Şəbnəm xanımı oxumağını çox bəyənmişəm. Yəni özün idarə eləməyi, özün aparmağı da çox səliqəli, çox, yəni hər atdığı addıma fikir verəndə. Baxsın sözünüzü kəsin, mən istəyirəm bir səhər-səhər, bir Şəbnəm oxusun canlı-canlı. Onunla bağlı bir, siz də bir orada nəsə bir deyin də bu sabaha aid, olar? Niyə olmur ki? Bu sabah üçün. Düzdür, musiqi yoxdur, amma bir bədahətən. Alınlar intiqam. Mən bilirəm ki, düz 5 il bundan qabaq demişdiniz, eynən də onun davamı olsun. Bu səhər, öyle Şəbnəmlə bir ifa eləyəcək. Görə həqiqətən, bunların dueti alınır, yoxsa yox. Amma düzdür, indi musiqi yoxdur canlı-canlı. Mən bir şey deyirəm də sizə, gəlin belə eləyək də, gəlin biz bunu özümüz yaradarıq bir dənə. Sizin verilişlərin birində gəlib oxuyarıq. Amma mən xahiş edirəm də, bu sabaha aid bir qafiyə ilə. Qafiyə deyərik, sabaha aid nə düşdümür ki, hər şey var. Kamrana, bu sabaha, bizi izləyən tamaşaçılara dedək, görək nə dedi intiqam. Amma sən də canlı ifa ilə girərsən, yaxşı. O monoloqdan gəldi burana görə. Bu məsələ odur ki, əslində səhər-səhər, burada çox SMS-lər, onları da səsləndirəcəm inşallah. Buyurun. Müəllim fikirləşirlər ki, mən SMS-ləri səsləndirəm. Şəbnəm xanım, nə qədər fanatlar var bugün? 96-34 nömrəsindən yaz. Ona sənət yoluna uğurlar arzu edirik. Günel yazıb, Günel xanım. Salam Kəmran bəy, Gəncədən Zeynəb xanım, xalası Şəbnəmi salamlayır. Maşallah. Xırdalandan Sevda xanım Şəbnəmi salamlayır. Bizi salamlayan yox deyil, ancaq Şəbnəmdir. Çox sağ olun, mən də hazırdır. İntiqam mən. Yaman çox fikirləşdiniz. Yox, fikirləşmək. Aha. Elə də fikirləşməm. Deyək, sən ürəyin istə deyək. Biraz yaxın tutun. Tanıyır indi Azərbaycan bizi, marağa salıb məclisi meydan bizi. Bu sabaha dəvət etdi Kamran bizi. Mən bugünkü qismətə qurban olum. 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 Haralı sözündən ürəyi yaralıyam. Heç kim deməz Sumqayıtdan aralıyam. Məndən heç kəs soruşmasın haralıyam. Mən bütün bu millətə qurban olum. Bizim doğma millətə qurban olum. Bizim doğma millətə qurban olum. Allah verən qismətə qurban olum. Allah verən qismətə qurban olum. Bizim gözəl millətə qurban olum. Hamı bilir ədəbli ərkanlıyıq. Kamran bizdə yaman istiqanlıyıq. Ümumiyyətlə Azərbaycanlıyıq. Ay bu gözəl dövlətə qurban olun. Ay bu gözəl dövlətə qurban olun. Bizim gözəl millətə qurban olun. Allah verən qismətə qurban olun. Adam gərək əvvəl özün tanıya. Bu söhbətdə yoxdur aspisaniya. Bir dəfə dedik davay da svidaniya. Qalxdıq şana şöhrətə qurban olun. Qalxdıq şana şöhrətə qurban olun. Bizim gözəl millətə qurban olun. Bizim gözəl millətə qurban olun. Fikirləşmə birbaşa, hə. Görə alınır yoxsa yox, düet alınacaq siz. Sonra inşallah oxuyacaq. Atı oca o oxuyacaq. Bəli, inşallah qismət oxu gəlsin. Birbaşa oxu. Nə oldu? Azərbaycan elimdir, doğma əziz dilimdir. Düşməni bağrı yansın, Qarabağ vətənimdir. Mərd oğlu var, qızı var, Azərbaycan
Azərbaycanın parlayan ulduzu var. Azərbaycanın mərd oğlu var, qızı var. Azərbaycanın parlayan ulduzu var. Azərbaycanın. Gəl elə deyək könülləri şad edək, hamını qəm qüssədən azad edək. Kəlbəzəri də Kamran gərək yad edək. Orada gözəl təbiətə qurban olum. Allah verən qismətə qurban olum. Qurban olun. Allah verən qismətə qurban olun. Təşəkkür edirəm, çox sağ olun. Sözümü yerə salmadınız. Mən xahiş eləyəcəm, o tamaşa görüntüsünü təqdim edək. Bəli, əyalı olar. Tam yerinə düşəcək. Hazırdır, o görüntünü təqdim edək. O görüntüdən sonra bərabər. Bir dənə sağ olasın. Mən də bütün Dünya TV-nin rəhbərliyindən tutmuş bütün işçilərinə Allah can sağlığı versin. Çox sağ olun Kamran bəy, bizi dəvət elədiyinizə görə. Azərbaycan xalqımıza sağlam həyat, gözəl gün, əmin-amanlıq arzulayıram. Şəmnə xan, buyurun.